Salam dostlar, bugünkü videomuzda texnologiya dünyasının ən güclü şəxslərindən biri Mark Zuckerberg və onun qaranlıq tərəfləri haqqında danışacağıq. Facebook, indiki Meta sadəcə bir sosial şəbəkə kimi görünsə də, arxasında çoxlu qalmaqallar, məxfilik pozuntuları və etik problemlər var. Görəsən Zuckerbergin həqiqi məqsədi nədir? Facebook'un gözlənilməz yüksəlişi və şübhəli başlanğıcı Zuckerberg Harvard Universitetində oxuyarkən Facebook'un ilkin versiyasını yaratdı. Amma burada bir problem var. O, bu ideyanı tamamilə özü fikirləşib tapmayıb. Facebook'un yaradılmasında əsas ideyanı Harvard tələbələri olan Cameron və Tyler Winklevoss qardaşları irəli sürmüşdü. Daha sonra onlar Mark'ı məhkəməyə verdilər və sonda 65 milyon dollarlıq bir razılaşma ilə məsələni bağladılar. Bu hadisə Zuckerbergin başlanğıcından etibarən etik qaydaları çox da nəzərə almadığını göstərir. Facebook'un tarixi boyunca ən böyük qalmaqallardan biri 2018-ci ildə baş verən Cambridge Analytica skandalıdır. Bu hadisə göstərdi ki, Facebook istifadəçilərin şəxsi məlumatlarını gizli şəkildə üçüncü tərəflərə ötürür. 87 milyon istifadəçinin məlumatları Cambridge Analytica adlı bir şirkətə satıldı və bu məlumatlar siyasi manipulyasiya üçün istifadə edildi. Facebook istifadəçilərin mesajlarını, şəkillərini və digər şəxsi məlumatlarını hökumətlər və böyük şirkətlərlə paylaşdığı ortaya çıxmışdı. Şirkət dəfələrcə məxfilik qaydalarını pozsa da, Zuckerberg hər dəfə üzr istəyib eyni işi davam etdirdi. Bu sübut edir ki, Zuckerbergin əsas məqsədi insanları birləşdirmək yox, onların məlumatlarını satmaqdır. Facebook ilk vaxtlar azad söz platforması kimi tanıdılırdı. Lakin zaman keçdikcə senzura məsələləri ilə bağlı ciddi iddialarla üzləşdi. Facebook'un müxtəlif ölkələrdə hökumətlərin sifarişi ilə bəzi postları sildiyi və istifadəçilərin hesablarını blokladığı məlum oldu. Platformada süni intellekt əsaslı alqoritmlər müəyyən məlumatları gizlətmək və ya ön plana çıxarmaq üçün istifadə olunur. Facebook'un müəyyən siyasi və iqtisadi maraqlara xidmət etdiyi dəfələrlə iddia edilib. Bütün bunlar göstərir ki, Facebook artıq sosial şəbəkədən çox bir nəzarət alətinə çevrilib. Metaverse və insanların gələcəyi üzərində nəzarəti Mark Zuckerbergin son illərdəki ən böyük layihəsi Metaverse adlanan virtual reallıq dünyasıdır. Amma bu həqiqətən də müsbət bir ideyadır, yoxsa bir nəzarət mexanizmi. Metaverse'də insanlar virtual həyat yaşayacaq, işləyəcək və ünsiyyət quracaq. Facebook artıq real həyatda insanların məlumatlarını toplayırdı. İndi isə onların tam olaraq necə hərəkət etdiyini, necə düşündüyünü və hansı seçimləri etdiyini izləyə biləcək. Bu sanki bir digital həbsxana yaradır və Mark Zuckerberg burada yeni bir imperator kimi çıxış edir. Bu layihənin əsas məqsədi insanların həyatını yaxşılaşdırmaq yox, onlara daha çox nəzarət etmək ola bilər. Facebook'un keçmiş işçiləri də şirkət haqqında qorxunc faktlar açıqlayırlar. Frances Haugen adlı bir keçmiş işçi 2021-ci ildə ifşa edərək dedi ki, Facebook bilərəkdən nifrət və bölücülük dolu məzmunları ön plana çıxarır. Çünki bu istifadəçiləri platformada daha çox saxlayır və daha çox gəlir gətirir. İşçilərdən biri iddia edib ki, Facebook'un daxili alqoritmləri bəzi ölkələrdə dezinformasiyanı yaymaq üçün xüsusi şəkildə qurulub. Şirkət işçilərinin məxfilini qoruyub əvəzinə onların da şəxsi məlumatlarını izləyir və nəzarət edir. Bu açıqlamalar bir daha sübut edir ki, Mark Zuckerbergin əsas məqsədi texnologiya ilə dünyanı yaxşılaşdırmaq deyil, ona nəzarət etməkdir. Mark Zuckerberg kimdir, daha yoxsa manipulyator? Mark Zuckerberg texnologiya dünyasının ən güclü insanlarından biridir. Amma bu güc bəşəriyyətin xeyrinə işlədilir, yoxsa dünya onun nəzarəti altına düşür. Onun yaratdığı Facebook əvvəlcə dostları birləşdirmək üçün qurulmuşdu.
amma indi bir məlumat tələsinə çevrilib. Onun Metaverse layihəsi bizi daha yaxşı bir gələcəyə aparır, yoxsa reallıqdan ayırıb təmnəzarət altına alır? Bu mövzuda sizin fikirləriniz maraqlıdır. Sizcə Mark Zuckerberg'in həqiqi niyyəti nədir? Videonu bəyəndinizsə like atın, abunə olun və fikirlərinizi şərhlərdə bölüşün.